Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda dadı damağınızda qalacaq ləzzətli boranlı plovun hazırlama qaydası olacaq. Plovu bişirməzdən öncə basmati düyünü əvvəlcədən ilıq duzlu suda islatmışam. Geniş bir qazanda su götürmüşəm. Üzərinə duz əlavə edirəm. Qazanı ocağın üzərinə yerləşdirirəm. Bir ədəd orta boy balqabaq götürmüşəm. Qabığın soyub, içərisinin dənəsini təmizlədikdən sonra kubik şəklində doğrayıram. Doğradığım balqabaqları bir kənara qoyuram. Qazandakı su qaynadıqda əvvəlcədən islatdığım düyünün suyunu süzüb təmiz-təmiz yuyuram. Təmiz yuyub suyunu süzdüyüm düyünü qazana əlavə edirəm. Düyünü qazın yüksək temperaturunda bişirirəm. Bişməsini parmağın ucunda bu qaydada yoxlaya bilərsiniz. Əldə azacıq əzilirsə artıq hazırdır. Suyunu süzürəm. Əgər düyü duzlu olsa üzərindən adi su gəzdirə bilərsiniz. Balqabağı düyüyə qatıram. Qeyd edim ki, boranının şirinliyi az olarsa üzərinə şəkər də əlavə etmək olar. Qazanın dibinə azacıq kərə yağı əlavə edirəm. İçərisinə qazmaq əvəzi lavaş yerləşdirirəm. 1 dəqiqə saxladıqdan sonra lavaşı tərs çevirirəm. Belə etdikdə qazmaq daha yaxşı qızarır. Sonda balqabaqlı düyünü əlavə edirəm. Qazanı qalın dəmirin üzərinə yerləşdirdim. İçərisinə kərə yağı əlavə edirəm. Qeyd edim ki, yağın miqdarını zövqə görə artırıb azaltmaq olar. Qapağı bu cür bağlı şəkildə aşı dəmləyirəm. Boranlar yumşaldıqda artıq plov hazır olur. Görürsünüz, artıq hazırdır. Çox gözəl ətri gəlir. Görürsünüz, çox gözəl görünüşü var. Dadına söz ola bilməz. Balqabaq bu plova xüsusi dad veribdir. Plovun daha da ləzzətli olması üçün yanında süfrəyə quru balıq da vermək olar. Balıq da bu plova xüsusi, fərqli bir dad verir. Həqiqətən də ləzzətli, faydalı bir plov alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.